Aziz dostlar, bura cücəxanadır. Orada cücələr var idi. Onların orada cücələrin verdiği ve buraya çıxardandan sonra buradan onların yeri bu qaydada təmizlənir. Bu apilkadır. Apilka her 4 gündən bir, 5 gündən bir apilka dəyişilirdi. İndi isə bura yeni düzələr girəcəkdi yəni inşallah. Buranı 1-2 gün qabaqcadan təmizləyirik. Ve bura xorlayırıq. Ondan sonra gözləyirik kurusun. Ondan sonra apilka vururuz bura. Apilka vururuz, gazı yandırırıq. İçeride istediğimiz temperatürü tutandan sonra besleyinirik. Ondan sonra düzeni vururuz yere. Allah. Çok istedi. Hava da soğuk. İstedikçe insan terleyir. Gece saat akşam. Bilmiyorum neydi, terlemiştim. 2 haftadır zamanla yerleşirdim. Ama ona bakmayarak temperaturlu işləyirdim ki bütün məsuliyyət mənim üstümdədir. Elhamdülillah. Ölçüdə qıtlıq olmasın, quşçuluqla əlaqədar mən də öz köməyimi, dəstəyimi vətənimə, xalqıma göstərirəm. Əsirgəmirəm. Biz quşçuluqla məşğuluq, ördəkçilik, qatçılıqla və məhsul artırma ilə məşğuluq. Elə bir nəfər sıradan çıxanda ölkədə nə olur? Qıtlıq olur. 10 manatlıq, 20 manatlıq ördək 30 manat olur. 30 manatlıq qaz 40 manata qalxır. Ona görə də temperatur var, qızdırma var, xəstə deyilsən, məcbursan işləməyə ki, qıtlıq olmasın, bolluk olsun. Ona görə də hələ öz əlindən gələn dəstəyi göstərir, hələ özündə məsuliyyət, mən özümdə öz məsuliyyətimi istəyirəm, üzərimə düşən məsuliyyəti istəyirəm, əlhamdülillah. Ona görə də bazardığım nədirsə artırlamasıyla ötesindən gəlməyə çalışıram ki, Allah'ın izniyle. Qıtlıq olmasın. Bu da tək mənlik deyil. Yəni, mənim kimi 50 dənə bu işdə məşğul olanlar var. Və onların hər birinə uğurlar arzulayıram. İki özüm qarışıq. Ona görə də baxmır, yaydır, qışdır, soyuqdur, istidir. Biz təsərrüfatçılar başlayanla gecə gündüz işimizi üstünlüyük. Elhamdülillah. Bu da bir gün ərzində iş fəaliyyətimin bir qismidir, balaca bir hissəsi. Gündüz vaxtı paylaşım olunur ki şumlu olur, yani səs-küylü olur. Ona görə də gecə vaxtıdır çəkilən paylaşım olur. Çətin də olsa maraqlıdır. Bunun zəhmətinin, ruzusinin, bərəkəti ayrı ləzzəti var. Çox ayrı ləzzəti var, maşallah. Heyvanların qarnı tox, oturup
Baxırsan ki, hə, yem, zapas yemin var. Heyvanların qarnı toxdur, ayaqlarının altı qurudur. Elhamdülillah. Oturup sen de baxırsan ki, akşama 5-10 manat kazanmışsan, o 5-10 manat sənin üçün, 5-10 manat sənin üçün 500 manata, 100 manatdan daha dəyərlidir. 100 manatdan 500 manatdan daha dəyərlidir. Çünki burada əl zəhməti var, alın təri var. Ona görə də, elhamdülillah, zəhmətkeşlərə buradan eşq olsun. Uğurlar arzulayıram sözüm qarşı. Sağ olsun buradan o dostlara ki, deyirlər İbrahim, gələk sənə həkim aparaq, dəstək olaq, dərman olaq, aptek, maptek, oraya gedək, buraya gedək. Hamısına buradan Allah'ın salamı olsun, bərəkəti nəzəri üzərimizə olsun. Mən gözümü açmışam 10 yaşımdan, Taltuskada kulok satmışam, o vaxtı 95-96-cı ildə. Özüm öz əziyyətimlə yay bilməmişəm, qış bilməmişəm, uşaqlıq bilməmişəm. Nə olan şeydir, necə keçib. Hələ gözümü açandan hələ zəhmətin içində olmuşam, zəhmət çəkmişəm. İstəmişəm evimə, ailəmə, vətənimə bir nə ilə bacarıramsa ona dəstək olub, köməklik edeyim. Əlimdən də gələn ticarət olub. Gözümü açandan 9-10 yaşımdan Taltuskada işləmişəm, kulok satmışam. Sonra o gündə 5 məmməd bir şirvanı yığıb müəyyən bir vaxtdan sonra polka açmışam, belə pulumu yığmışam, əziyyət çəkib polka götürmüşəm, ora nə bilim, belə də bir ticarətimi böyütmüşəm. Hər gün səhər saat 9-da dururdum Yasamaldan, minirdim metroya, yayı qışı. Gedirdim Koroğluya, düşürdüm Koroğluda, onda Əzibə yoluydu. Oradan da gedirdim aeroporta, elektriskayla. Hər günüm çətin idi, hər günüm. Amma evdə də mənə atam, anam da danlayırdı ki, bala sənin ehtiyacımız yox da sənin bir qəşibə belə. Deyirdim, yox, ana mən işləmək istəyirəm. Mən köməklik, evə kömək olmaq istəyirəm. Evin böyük oğluydum. İstəyirdim ki, evdə çatışmayan şeyləri doldurum. Belə, elhamdülillah. İndi də 40 yaş var, maşallah. Artıq, elhamdülillah, 2017-dən bəri təsərrüfatla məşğulam. İstəyirəm bu sahədə Allahın izni ilə mən də öz dəstəyimi həm xalqıma, özümə, ailəmə, ana, atama əsirgəmir. Nə ilə bacarıramsa o ilə də yəni. Hələlik bu işi sevirəm, heyvanlarla işləməyi və elhamdülillah özümü bu işdə görürəm. Məhsul artırmada bu işdə özümü görürəm. Elhamdülillah. Ona görə də bu təzə başlayanlara da uğurlar arzulayıram, yorulmayın. Hər çətinliyin dalıcan bir rahatlıq var. Çətinlik olacaq. O çətinliyə düşəndə gözləmir, kimsə gəlibsə köməklik edəcək. Durun ayağa, da işi gedin. Orada əgər gözləsəz ki, kimsə gəlibsə köməklik edəcək, inanın ki, orada da yəni yaralarımız daha da böyüyəcək, ağrılarımız daha da başlayacaq sizə zərbə vurmağa. Ona görə də yıxıldın, dur, ya Allah, da işi get. Heç kimdən dəstək gözləmə, ancaq özün. İşdir, haradasa büdrədi, elhamdülillah. Allah'a zikr et, Allah'a kömək çağır. Elmi də Allah'tan istər, ruzunu da Allah'tan istər. Elhamdülillah. Ancaq periyod. İşdən zövq al. Çətinlik qaçılmazdır. Zövq al, hansı ki sonra oturup o çətinlik maneələri atlayandan sonra
Sonra baxarsan ki, hə, o çətinliklər dalda qaldı. Artıq o şey əvvəl adıma işləyirdim, indi adım mənə işləyir. Oturub 5 manat, 3 manat rahat alın təri ilə qazanıb oturub o ailənlə rahat bir yerdə yeyəndə vallahi o sənə elə bir xoş təsərrüf bağışlayacaq ki, sənə bir xoş bəxtçilik bağışlayacaq. Çünki sən özün öz əllərinin zəhmətinlə nə edirsən? Ailəvi dolandırırsan. Nə edirsən? Məhsul artırma ilə məşğulsan. Elhamdülillah. Buna bak, maşallah. Bu gaz balasıdır. Bunun adı Maksim'dir. Amacı. 15 günlük gaz balasıdır. Maşallah. Bu hara gedirəm, mən düşün mənim dalımcan, əl çəkmir məndən. Hə. Bu da kömək eləmək istəyirəm. Prosta uşaqdır deyəndə yaşı çatmır. Deyirəm eləsə elə böyük. Hə. O üçün var belə. Yorulmayasınız. Ancaq irəli. Durun mən də yavaş-yavaş işləyim. Ya Allah. Ha Maksim, yeterse korkma. Ben özümün hem fəhləyəm, hem müdürəm, hem işçiyəm. Elhamdülillah. Ya Allah. Bir hafta bundan qabaq dəhşət xəstələnmişdim. Daha 10 gün bundan qabaq. Dostlar, neyle deyirsiniz? Neyle sağaldım, neyle deyəcəm. Bal, süt, bir de yemək, bir de çoxlu çay içdim. Bir de günə bir yarım kilo, 1 kilo mandalin yiyirdim. İndi mandalin vaxtıdır. Deməli, davasız dərmansız bu şeylərlə geceler mandalin yiyirdim, gündüzler bal, süt, çayı çox içirdim. Tez-tez tərliyirdim və tez-tez paltarımı dəyişirdim ki, həmən o bədənim daha temperatura aşağı düşməsin, şey olmasın, daha da xəstələnib gücdən düşməyim. Səhərlər çox zorla dururdum ayağa, durmağa məcburam ki, çünki bütün təsərrüfat mənim üstümdədir. Yəni, yemləməyi, sulamağı, zaten hamısı bunlar mənliydi. Ona görə də mən bir gün durmasam burada çox çətin olacaq. Yəni, iş yüklənəcək bir nəfərin üstünə. Ona görə də elhamdülillah motivasız, dərmansız sağaldım. Bal, süt, yaxşı yeməyə, bir də çay. Gecələrdəki 1 kilo mandalin yiyirdim. Heç ne, kilosu 1 manat 40 qəpiyyədir. Məcbur yiyirdim. İstidən yanırdım dostlar. Temperatur 40 dereceye çıxırdı. Allah'a şükürler olsun. Onunla belə çöldə bayırdı. Bir də ayağınızı həmişə istirmir. Təsərrüfatçılara deyirəm. Bu botu giyinirsiniz ha. Çalışın. İçi tükülüləri var. Bax tükülü, mexli. Onu giyinin. Ondan alın. Ayağınız paslayanın isti qalsın. Ayağı bir də 3 gün dalmadan ayağımı isti suya koydum. Təzə xəstələndiğim vaxtı, yəni təzə bax bədənim əsib də, üşütmək turdu.
Eve girirdim, qaz yanır, bədənim əsir soyuqdan. Hiss eləmirdim evdə soyuq var. Həmən çox adam deyir, sistem qoş. Deyirəm, ha, yaxşı, gəl danışaq da belə. Bugün mən sistem qoşdum, sağaldım. 2 aydan sonra mən xəstələnəndə sistem olmasa da, onda mən öləcəm də belə çıxır. Qoy mənim orqanizmam özüm mübarizə aparsın. Ya belə görmüşəm, əlhamdülillah. Dama dərman məsələsi mənlik deyil. Vəsə, Allaha şükürlər olsun, keçdi getdi. Yəni bir həftə mübarizə apardım, yeməyimə fikir verdim, ayağıma, içməyimə. Vəsə, əlhamdülillah. Keçdi getdi. Sizə tövsiyə görürəm. Bal, təbii süd, yaxşı yemək, malın başından 8 manatdır kilosu. Malın başı təmizlənmiş. Al not şonkelün, səhər gün orta axşam yiyin. Canuza şey eləməyin, qıtlıq eləməyin. Sigaretə, ona buna zırta pırta verdiğiniz pulları canuza verin, qidalığınıza verin. Sağlam olun, sağlam düşüncədə olun. Tolka irəli. Sağ olun.